Hazırda Azərbaycanın ən unikal və sirli məkanlarından birində, Qobustan Palçıq vulkanlarındayıq. Bu dəfəki buraxılışda həm təbiətin möcüzəsini kəşf edəcəyik, həm də palçığın arxasında gizlənən sirlərdən danışacağıq. Mənim macəram layihəsinin əsas məqsədi insanlarda ekologiyaya maraq artırmaq, sağlam həyat tərzini təşviq etmək və Azərbaycanın möhtəşəm təbiətinə olan sevgini gücləndirməkdir. Hazırda Palçıq vulkanları turizm kompleksindəyik. Bu ərazidə yerləşən Palçıq vulkanları haqqında ətraflı məlumat almaq üçün bələdçi Mətin bəylə görüşürük. Xoş gördük. Xoş gəlmisiniz. Çox sağ olun. İndi isə Palçıq vulkanları və kompleksimiz haqqında daha ətraflı məlumat verəcəm inşallah. Buyurun, Oldu. başlayaq. Bir məlumatda qeyd eləmək istəyirəm ki, Palçıq vulkanlarının sayına görə Azərbaycan dünyada birinci yerdədir. Təxminən dünyadakı palçıq vulkanlarının 50% bizim ölkədə yerləşir. İstəyirəm bu statistik rəqəmlər haqqında sizdən daha dəqiq məlumatlar alaq. Belə deyək, dünyada 2000-dən çox palçıq vulkanı var, hansı ki bunun 800 Azərbaycanda yerləşir. 350-dən çoxu hal-hazırda aktivdir, hansı ki 250-dən çoxu torpağın üzərində və 150-dən çoxu isə Xəzər dənizinin altında yerləşir. Kompleksin bu ərazidə tikilməyinin əsas səbəblərindən biri dünyada olan bütün növ palçıq vulkanlarının bir ərazidə cəmləşməyidir və həmçinin dünyanın ən böyük palçıq vulkanı olan Torağay dağına olan mənzərəmizdir. Aha. Buradan həm də Torağay dağının mənzərəsi də görsənir. Bəli, hansı ki hündürlüyü 402 metr, kraterinin eni isə 150 metrdən çox. Sonuncu dəfə 2018-ci ildə püskürmüşdü. İlk püskürmə isə qeydə alınmışdı 1818-ci ildə. 2 əsr ərzində toplamda 11 dəfə püskürmə qeydə alınıb və bunlardan 6-sı güclü püskürmə kimi sayılır. Güclü püskürmə dedikdə məqsədimiz ondan ibarətdir ki, hardasa aramızda 4,5 kilometr olmasına rəğmən güclü püskürmə baş versə, buralar kimi hər yer palçıq ola bilər. Bəs 2018-ci ildə o baş verən Palçıq vulkanında bu ərazilərə yox, o elə güclü olmamışdı, amma yəni ən azından ətəklərinə kimi yayılmışdı. Həla. Burada artıq desən ilk. Bu bizim birinci növümüzdür. Bu tip palçıq vulkanları salzalar adlanır. Salza. Səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, daha çox sudan və qazdan ibarət olur. Qazlar isə metan və butan qazlarından ibarət olur. Bir palçıq vulkanında 120-dən çox fərqli element olur. Hansı ki 90 mineral, 30 mikroelement. Amma çoxsunda ortaq xüsusiyyətlər maqnezium, kükürt, yağ, neft və qaz olur. Suda yəni. Bəs bunların hansından biz müalicəvi məqsədlər üçün istifadə edə bilərik? Bunların heç birindən müalicəvi məqsədlə istifadə edə bilmərik. Əslində hansı ki laboratoriyadan keçsək, təsdiqlənsə, həkim tərəfindən təsdiqlənsə, o mümkündür. Amma əks halda həssas dərili insanlar üçün səpkilər və bir sıra problemlər yarada bilər. Və ən güclü püskürmə bu tip palçıq vulkanlarında qeydə alınır. Səbəbi isə tərkibin daha çox sudan təşkil olunmağıdır. Çox yüngül olduğuna görə qaz birdən-birə effekti olanda daha güclü püskürmə alınır. Üst hissəsində temperatur 16-20 dərəcə arası olur. Yəni elə də isti deyil. Amma biraz dərinə getsəz, temperatur hardasa 50-100 Selsi arası dəyişə bilər. Daha çox isti olur. Bəli. Bu digər palçıq vulkanlarına da aiddir. Bəli. Biz çox videolar görmüşük, insanlar girir içərisində palçıq vulkanlarından vanna qəbul edirlər. Bu konkret olaraq yəni məsləhət olunmur. Səbəbi isə bunun püskürmə effekti kimi içinə dartma, vakuumlama xüsusiyyəti də var. Yəni siz içinə girdiyiniz zaman o elə görünür ki, siz birinci qatındasınız. Tutaq ki, birinci qatı 1 metrdir. Amma ikinci qatı 1 kilometr ola bilər. Və sizi o püskürdüyü kimi sizi içinə dartıb 1 saniyədə öldürə də bilər. Çox maraqlı məlumat oldu bu. Mən sizə təşəkkür edirəm bunu bildirdiyiniz üçün. Çünki bizim də çox tez-tez qarşımıza çıxır belə videolar. Palçıq vannası qəbul edən insanlar. Demək ki, bu çox təhlükəli imiş. Yəqin ki, o palçıq vulkanının aktivləşməsinə də səbəb ola bilər. Eyni zamanda həmin insanın həyatı üçün böyük bir təhlükə yaranır. Yaxşı olar ki, belə bir hallardan uzaq duraq, ərazidəki qayda-qanunlara riayət eləyək. Bilmədiyimiz palçıq vulkanlarına keçmək, vanna qəbul eləmək olduqca təhlükəlidir. Belə, indi isə digər ərazidə olan palçıq vulkanlarına da baş çəkib onlar haqqında da məlumat alsaq, əla olar.
Hava çox soyuqdur. Həm də sulu qar yağır. İstəyirəm biraz geyinək, üşüməyək. Sonra söhbətimizə isti-isti davam eləyək. Aha, harda qalmışdıq? Ərazidə bəzi işarələr də var. İlanın, əqrəbin. Yəqin ki, bura gələn turistlərin diqqətli olması üçün işarələr qoyulub. Körpüdən kənara çıxmamaq. Bəli, körpüdən kənara çıxmaq qadağandır, məsləhət görülmür. İndi düzdür, hava sulu qar yağır. Yağışlı havalarda onsuz da çıxmaq uyğun deyil. Ayağımız palçıqdır, bata bilərik. Bu eyni zamanda yayda quru havalar üçün daha təhlükəlidir bizim oralara çıxmağımız. Çünki işarələrdən də göründüyü kimi bu ərazidə hansı ilanlar olur? Gürzələr əsasən olur. Zəhərli ilanlar, gürzə və hansı əqrəb? Boz əqrəblər. Boz əqrəb. Bunlar çox təhlükəlidir. Təəssüf ki, icazə vermirlər, amma biz burada ilan, əqrəb axtarışına başlaya bilərdik. Təbii ki, bir zarafat idi. Biz Azərbaycan təbiətini gəzəndə, necə deyərlər, ilan, əqrəb axtarışında oluruq. Bugün isə o axtarışlara icazə verilmir. Ona görə də biz bugün bu ərazində olan əsasən palçıq vulkanlarını kəşf eləyəcəyik, onlar haqqında məlumatlar öyrənəcəyik. Eyni zamanda tamaşaçılar üçün maarifləndirici məlumatlar ötürürük. Bunlar niyə belə təpə kimi olub? Bunlar sopkalar adlanır. Başı krateri, konusvarı olanların hamısı sopkalar adlanır. Ortalama hündürlükləri 10-50 metr arasında dəyişir. 10-50 metr. Bəli. Bir də ərazidə digər palçıq vulkanları da var. Onlara da baş çəkək. Burada artıq iki fərqli vulkanlar da var. Bunun adı nədir? Görünüşünə görə soldakı vulkanlar Qrifon adlanır. Qrifon. Bəli, hansı ki səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, krateri daha geniş olur, palçığı daha qatı olur. Daha geniş olur belə. Və ən çox ərazidə partlayış baş verən vulkan bu Qrifondur. Qrifon, aha. Bəs bu biri? Sopkalar isə daha çox krateri daha balaca olur və krateri daha balaca olduğuna görə palçıq vulkan daha çox axıntı kimi gəlir və əgər bunun çıxış istiqamətinə baxsaz ta hara kimi gedir, yayılır. İndi biraz su ilə qarışıb deyə çox da gözə çarpmır. Bunların deməli quruluşu bu cür olur. Bəli. Sopka. Bəli. Və həmçində qazın səsini daha rahatlıqla eşitmək olur. Çünki krater balaca olduğuna görə axırda gəlir dirənir və layların arasından çıxmaq istəyəndə səs eləyir. Bu vulkanlar əsasən hansı aylarda, hansı mövsümdə daha çox aktiv olurlar? Əslində palçıq vulkanları ilə bağlı konkret bir vaxt yoxdur. Bu vaxt partlayacaq, elə bir öngörümüz yoxdur. Amma daha çox payız və qış aylarında aktivləşir. Bunun əsas səbəbi havanın küləyin və yağışın daha çox almağı ilə bağlıdır. Bu yaz və yay aylarında da partlayışla bağlı istisna yaratmır. Həmçinin həmin aylarda da güclü partlayışlar baş verə bilər. O əsasən palçıq vannası qəbul olunan tiplər bunlardır. Qrifon. Bəli, qrifonlar. Maraqlıdır. Və salzalarda da həmçinin, amma salza daha çox biraz sulu olduğuna görə çox istifadə olunur. Belə, indi isə bu ərazidəki palçıq vulkanları haqqında məlumat aldıq. Buna görə sizə təşəkkürümü bildirirəm. Eyni zamanda istəyirəm bu məlumat mərkəzində maraqlı məqamlar var. Bu palçıq vulkanlarından tapılan
qiymətli daşlar var. Həm buradan, həm də Azərbaycan ərazisindən. İstəyirəm onlar haqqında da bir məlumat alaq, tamaşaçılara məlumat verək. Elə isə keçə bilərik? Keçək. Gedək. İndi isə biz hal-hazırda məlumat mərkəzində yerləşən nadir daş kolleksiyasındayıq. Bu ərazidə olan daşlar Azərbaycan ərazisində yerləşən palçıq vulkanlarından tapılan nadir daş nümunələridir. Bəli. Ətrafda olanlar isə ümumən Azərbaycan ərazisindən tapılan daş nümunələridir. Bəli. Və burada bir-birindən fərqli daşlar var. İstəyirəm daha ətraflı, daha geniş, daha dolu məlumatları sizdən alaq. Diqqətimi cəlb edən obsidian daşıdır. Bəli. Keçmişdə hansı ki savaş alətlərinin ucu hissəsi obsidiandan hazırlanırdı. Çünki çox kəskin və öldürücü bir xüsusiyyətə malikdir və həmçinin insanda olan neqativ enerjini pozitiv enerjiyə çevirir. Həmçinin bu otaqda da qoyulanda neqativ enerjini öz üzərinə çəkir. Çox uğurlu və sakitləşdirici bir daşdır. Baş ağrılarına və ürəyə çox yaxşı təsir var. Bəlkə də elə bu müsbət keyfiyyətlərinə görə mənim diqqətimi daha çox çəkir. Və həmçinin burada bu sırada ən vacib daşlardan biri də kvarsit daşıdır. Hansı ki, hal-hazırda olan bütün saat sistemləri bu element olmadan çalışa bilməz. Yaxşı bir məlumat oldu ki, bunu da bugün öyrəndik. Kvarsit daşı, sən demə, Azərbaycanda yerləşən palçıq vulkanlarının ərazisindən belə bir daş tapılıb. Bu qiymətli daş. Hansı ki, bütün saatlarda həmin o mexanizma, həmin o daşdan istifadə olunur. Bir də bu elementlər, mən səhv eləmirəmsə, Xızıda görmüşəm. O rəngli dağlarda gəzərkən bu fosillərin qurulması nəticəsində. Və həmçinin ən maraqlı daşlardan biri də pirit daşıdır ki, bu yalançı qızıl və yaxud axmaqların qızılı kimi də adlandırılır. Əsas səbəbi isə indi biraz zəif görünür, amma günəş şüası altında parıldayır. Uzaqdan bir 200-300 metr məsafədən qızıl kimi görünür və insanlar ona qaçaraq onu qızıl zənn edirlər, amma yaxınlaşandan sonra görürlər ki, adi bir daşdır. Bəzən o videolar çıxır qarşımıza, belə bir sırf bu tip daşlar göstərirlər, hansı ki, indi burada parıldamır. Bəlkə də biz baxanda elə bilirik, həqiqətən qızıl tapdı. Sən demə, deməli bu daş imiş o, hə? Deməli, hər gördüyünüz videoya inanmayın. Onlar qızıl deyil, onlar sadəcə pirit daşlarıdır. İndi isə Azərbaycan ərazisindən tapılan daşlara da nəzər yetirək. Bu daha çox diqqətini cəlb edir, çox səliqəli, sanki mərmərə oxşuyur. Bəli, çünki Yaponiyada mətbəx mebelində çox istifadə olunur. Və Azərbaycanda qızılın daha çox olduğu ərazilərdə tapılır. Daha çox Zəngilan, Qarabağın cənub ərazilərindən daha çox rast gəlinir. Maraqlıdır. Çox gözəl. Yəni 5-6 fərqli daşın bir-birinin kombinasiyası nəticəsində ortaya çıxır. Torpağın 1000-2000 metr altında bir-birlərinə əlaqəyə girib uzun müddət qaldıqdan sonra torpağın üzərinə çıxır. Həmçinin ametist daşı da çox maraqlı, göz dəyməyə, enerjisi çox yüksək. Yəni və həmçinin ametistin içində elə bir maddə var ki, onun üzərinə su töküb 24 saat gözlədəndən sonra həmin suyu içdikdə insan alfa dalğasına keçmiş olur. Bu bir inancdır? Yox, bu bir testdən keçib, yoxlanılıb. Yəni yuxudan duranda beynimiz alfa dalğasında olur. Ametistdən sonra içdiyimiz su, yəni ametistli su bizi həmin dalğaya keçməyə kömək edir. Yəni bu gün boyu istənilən bir vaxt içəndə həmin dalğaya keçirir. Maraqlı bir faktdır. Həmçinin keçmişdə padşahların alkoqolu həmin ametistdən düzəldilmiş stəkanda içməkləri də diqqəti cəlb eləyir ki, çünki içində alkoqolu öz içinə çəkib demək olar ki, yox eləyən bir maddə də var. Maraqlı. Çox maraqlı bir element. Maraqlı məlumatdır. Həmçinin burada ən zəhərli daşımız orpimentdir. Arsenik elementi insanı çox qısa bir müddətdə yeməyinə və suyuna qatılsa öldürə bilən bir xüsusiyyətə malikdir. Əl vuranda da təhlükəlidir, onda belə. Hətta keçmişdə belə bir əfsanə var idi ki, əl vurub gözümüzə vursaq kör olma ehtimalımız belə var, amma biraz əfsanədir. Və ən yaxşı halit daşı düzdür.
çöldəki dairədə olsa da, həmçinin palçıq vulkanları ərazisindən də tapılır. Daha çox tərkib hissəsi duzdan ibarətdir. Və əqiq daşı hiperaktiv uşaqların bir yerdə dayanamırlarsa, fokus problemləri varsa və həmçinin insanda konkret olaraq çox köməyi var. Əqiqin fərqli növləri, rəngləri var. Ən çox yayılmış hissəsi isə daha çox boz, ağ, qaranın birləşməyindən əmələ gəlir. Maraqlı məlumatlardır. Azərbaycan ərazisinə aid ən gözəl daşlarımızdan biri Firuzə daşıdır. Hansı ki, fransızcadan türk daşı olaraq bilinir. Turquoise. Bəli. Hansı ki, dünyada ilk yeganə rəngdir ki, rəngin adı daşdan alınıb. Rəngin adı daşdan alınıb. Bəli. Hansı ki, çünki nə göy kimi göy, nə də yaşıl kimi yaşıl deyil. Tam bir arada bir rəngi var. Həmçinin ona Firuzəyi rəngi də deyirlər. Və keçmişdə olan padşahların və onların xanımlarının zərgərləri, mirvariləri sırf Firuzəyi daşından hazırlanırdı. Firuzə daşından. Əla. Və 2 ədəd yaşam daşımız var bu daş kolleksiyamızda. Hansı ki, var-dövlət daşı olaraq da bilinir. İnsanın özünə pulu cəlb etməyi, özünə tərəf çəkməyi üçün insanlar üzərində taxıb fərqli aksesuarlar, belə bir inanclar var. Bəli, belə bir inanc var. Və həmçinin keçmişdə inanılan bir inanc da var idi ki, çəhrayı kvars sevgi daşı olaraq bilinir. Əsas səbəbi keçmişdə sevgililər öz sevgilərini gücləndirmək məqsədi ilə bir-birlərinə hədiyyə olaraq bu daşdan olan kiçik hədiyyələr verirdilər. Maraqlı faktdır. Buradakı daşlar haqqında məlumat aldıq. Sizə təşəkkürümü bildirirəm. İndi isə bu ərazidə Tarix Təbiət Muzeyi də var. İstəyirəm orada keçək, ətraflı məlumatlar alaq. Buyurun. Biz hal-hazırda təbiət tarixi sərgisindəyik. Burada həm keçmiş dövrə aid, həm də indiki dövrə aid bir çox heyvan skeletləri nümayiş olunur və mənim bildiyimə görə burada Binəqədi gölündən tapılan, yaşı səhv etmirəmsə 50-70 min il əvvələ aid olan kərgədan qalıqlar da nümayiş olunur. İstəyirəm həm bu haqda, həm də burada yaradılan şərait haqqında məlumat verəsiniz. Buyurun. Deməli, muzeydə olan skeletlərin 80% Azərbaycan ərazisinə aiddir. Bizim sərgimizdə 97 heyvan skeleti, 870 qurudulmuş həşərat və 57 formalin maddəsi altında saxlanılmış suda, quruda yaşayan və sürünən heyvanlardan ibarət sərgimiz mövcuddur. Və hər bir heyvanın nömrəsi və skeleti bir-biri ilə uzlaşdırılıb, çox rahatlıqla anlaşılan bir tərzdə göstərilməkdədir. Əla. İndi isə istəyirəm həm də əyani şəkildə tanış olaq. Əsasən də mən düşünürəm elə Azərbaycan ərazisində tapılan ən qədim heyvan qalığı, heyvan skeleti hansıdırsa elə ondan başlayaq. Ən qədimi Binəqədi gərgədanı adlanır. 55 min, 75 min il əvvəl Binəqədi ərazisində yaşayan bu gərgədan 1938-ci ildə Bakı yaxınlığında Binəqədi rayonunda Qır gölünün altında neft qazıntıları zamanı tapılmışdı. Skeletin ən çox özəlliklərindən biri bu Binəqədi gərgədanının indiki gərgədanların əcdadı olmağı əsas hissədir. Buynuzun dəri törəməsi olduğuna görə daha sərt olmağı, dişlərinin daha zəif olduğuna görə daha çox ot yeməyi və tüklərinin olmağı isə onu göstərir ki, bu indiki gərgədanların əcdadı sayılır. Maraqlı faktdır. Demək ki, bu ərazilərdə də neçə min il əvvəllərdə canlılar yaşayıb. Çox maraqlı faktdır. Bəzən düşünürəm, heç adamın ağlına gəlmir, amma fakt və reallıq budur ki, bu var. Sonra burada zürafə var, fil var. Zürafəmiz deməli Rusiyanın Rostov şəhərindəki zooparkdan gətirilib. Amma ən maraqlısı isə fildir ki, hansı ki 1970-ci illərdə Moskvada sirkdə 6 il aktrisalıq edəndən sonra Bakıdakı sirkdəki şou üçün oyuna gətirilib və həmin
şoudan sonra öz həyatını itirib. Və sonra da burada nümayiş olunur. Yolda, bəli, burada nümayiş etdirilir. Dünyanın ən məşhur şirlərindən biri olan, Dünyanın ən məşhur şiri. bəli, birinci King. Niyə? Çünki Bərbərovlar ailəsinə aid olan bu şir 2-3 fərqli filmdə çəkilir. Sovet və İtalyanların birgə çəkilişi nəticəsində ortaya çıxan çox məşhur kinolar olur və birinci şirlə yanaşı paralel olaraq bir puma da saxlayırlar və həmin pumanın adı Liali olur. O da burdadır. Və həmin pumada, bəli, həmin pumada 5-ci sırada qeyd olunur. Sırf həmin Lialiyanın və birinci Kingin skeletləridir ki, nümayiş etdirilir. Həşəratların ecazkar dünyası adlı hissədəyik. Ən maraqlı hissə buradakı formalin maddəsi altında saxlanılan suda, quruda yaşayan və sürünənlərə aid heyvanlardır ki, buradakı sıradan cəmi sadəcə piton Azərbaycanda tapılmayıb. Qalan hamısı Azərbaycan ərazisində tapılıb. Ən maraqlı heyvanlardan biri isə burada adi koramal kimi görünən heyvanımızdır ki, bir çox insan bunu ilana oxşadır. Bəli, Həqiqətən, koramal. amma ayaqsız nadir tapılan koramallardan biridir ki, heç bir zəhəri yoxdur. Bu ərazidə tapılan ilanlardan varmı burada Bəli, saxlanılan? ən çox ortaq rast gəlinən heyvanımız gürcədir ki, çox məşhurdur. Qobustan ərazisində də çox yayılır. Levantin gürcəsi. Bu nədir? Arı yuvasıdır. Bu vəhşi arılara aiddir. Hansı ki, normal arılardan daha hündürdə yaşayır, daha aşağı temperaturda həyatda qala bilir. Ağacdan dişlədikləri ağac kötüklərini bir-bir tüpürcəkləri ilə bir-birlərinə yapışdırıb özlərinə belə bir ecazkar ev qururlar. Burada yarasalarımız da var. Hansı ki, Azərbaycanda 33 növ yarasa var. Bunlar normal yarasalardan daha balaca olur. Daha açıq rəng, ağ rəngdə olur və ən çox bilinən şeylərdən biridir ki, heç biri kör deyil, hamısı görə bilir. Daha çox həşəratlarla qidalanır, meyvə yemirlər və bilinən bu yuxarıda olan 2 tipdir ki, hansı ki, baş aşağı yatıb dura bilirlər və elə həmin vəziyyətdə qala bilirlər stabil olaraq. Yenə də çox sağ olun, ətraflı məlumatlara görə təşəkkürümü bildirirəm. Mən təşəkkür edirəm. Bugün biz Palçı vulkanları turizm kompleksində olduq və burada yerləşən Palçı vulkanları haqqında ətraflı məlumat aldıq. Azərbaycanın unikal təbiət möcüzələrini kəşf etməkdə davam edirik. Növbəti macəralarda görüşmək ümidi ilə.